Yay aylarının yaxınlaşması ilə birlikdə dəridə müşahidə olunan problemlərdən biri də günəşdən yaranan ləkələrin artmasıdır. Dermatoloqlar bu problemin xüsusilə açıq dərli insanlarda və qorunmadan günəşə uzun müddət məruz qalanlarda daha tez-tez baş verdiyini bildirirlər. Bu ləkələr günəşin ultrabənövşəyi şüalarının dəridəki melanin istehsalını stimullaşdırması nəticəsində yaranır. Dəridə pigmentasiya ləkələrinin müalicəsi olduqca çətin bir problemdir, bir patologiyadır və günəşdən düşən dedikdə, yəni buna 100% əmin olmaq lazımdır. Yəni dərdə olan pigmentasiyalar həm xolazma, melazma, yəni hamiləlik dövründə də estrogenlərin yüksəlməsinə bağlı da ola bilir. Bu ləkələri dəqiqləşdirib sonra qərar vermək lazımdır, hansı metodlardan istifadə edirik. Müxtəlif bugünkü gün kosmetika sahəsində müxtəlif çox effektli təsir göstərən kremlər, vasitələr var. Həmçinin lazer aparatları var. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son 30 ildə günəşə bağlı dəri problemlərində, o cümlədən pigmentasiya pozuntularında təxminən 35%lik artım müşahidə olunur. Texnologiyanın inkişafı ilə günəş ləkələrinin müalicəsi üçün bir sıra estetik prosedurlar da populyarlaşmağa başlayıb. Bunlara kimyəvi pilinglər, lazer terapiyası, mikrodermabraziya və fototerapiya daxildir. Lakin bu prosedurların effektivliyi dəri tipindən, ləkənin dərinliyindən və yaranma müddətindən asılı olaraq dəyişir. Günəşdən ləkə almamaq üçün SPF dediyimiz günəş qoruyucu kremlər var. Bunlardan istifadə etmək mütləqdir. Amma mən bunu bütün pasientlərimə deyirəm. Yəni kremi sürtmüşəm üzümə deyə saatlarca günəş altında günəşlənmək, onu da tercih etməzdim. Ona görə ki, həddən artıq günəş şüası alan dərilər yaşından erkən qocalır. Ona görə də günəş kremindən istifadə etsək belə günəşdən daldalanmağı tövsiyə edirəm. Uzun saatlarca günəş altında olmağı tövsiyə etməzdim. Günəş ləkələri hər nə qədər kosmetik problem kimi görünsə də uzun müddət nəzarətsiz qaldıqda dəri xərçəngi riskini artıran siqnallardan biri ola bilər. Bu səbəblə dəridə ani və qeyri-adi dəyişikliklər baş verdikdə dermatoloqa müraciət etmək olduqca vacibdir.